Aha. Salam, hörmətli Avtoklub izləyiciləri. Bugün dərsimizdən bir çəkilişdir. Deməli, xanım bizi TikTokda görüb. Deyir müəllimə 5-6 nəfər getdik. 5-6 deyir belə müəllim arası seçimimiz siz oldunuz, mən oldum. Dəyər verdiyiniz üçün çox sağ olun. Xanımız ümumiyyətlə Türkiyədə yaşayır. Ailəcə orada yaşayırlar. Gəlib. Deməli bizdə ümumiyyətlə Avtoklub, Mingəçevir Avtoklub internasionaldır. Bax burada gördün belə eləyirsən vəsə. Hardan xanımlar gəlməyibdi? Türkiyədən, Almaniyada bilirsiniz də ki, xaricdə ümumiyyətlə təlimlər çox bahadır. Burada gəlirlər, dərslərini alırlar, öyrənirlər. Orada gedib sdayut na prava, sürücülük vəsiqəsini verirlər, alırlar. Bax belə. Xanım da 4-cü dərsdə tamam. Maşallah, maşallah da. Özü ara verə-verə bir gün gəlir, 3 gün gəlmir, tənbəlliyi tutur da nəsə. Sonra gəlir, amma yəni maşallah yaxşıdır, atliçdir.